Funksiyanın tərsi anlayışı deyəndə, məsələn, xətti funksiya üzərindən izah eləsək, kx plus b şəklindədirsə, x-la y-in yerini dəyişir. Yəni, x bərabər olmuş olur, ky plus b və buradan da y-i tapmağa çalışırıq. Eyni məntiqlə bunu yazmış olsaq, deməli, bir şeyi də nəzərə almalıyıq ki, f(x) y deməkdir. Yəni, y bərabərdir. 3 vurulsun 2 qüvvətində x çıxılsın 5 üstə gəlinsin 1-dən. X və y-in yerini dəyişsəm, x bərabərdir 3 vurulsun 2 qüvvətində y çıxılsın 5 üstə gəlinsin 1 alınır. Hər tərəfə biri bərabərin digər tərəfinə keçirdim öncə. Alıram 3 vurulsun 2 qüvvətində y çıxılsın 5. Hər tərəfi 3-ə bölürəm. X minus 1 bölünsün 3 bərabər olur 2 qüvvətində y çıxılsın 5-ə. Qüvvət anlayışından qurtarmaq üçün biz bunu hər tərəfə loqaritma 2 əsasdan əlavə edirəm. Çünki 2-nin qüvvətində yazdığım ifadədən qurtarmaq istəyirəm ifadəni. 2 əsasından x çıxılsın 1 bölünsün 3 bərabər olmuş olur loqaritma 2 əsasından 2 qüvvətində y çıxılsın 5. Loqaritmanın xassəsinə görə bilirik ki, qüvvət əmsala keçə bilər. O zaman yazıram loqaritma 2 əsasından x çıxılsın 1 bölünsün 3 bərabərdir. Y çıxılsın 5. Loqaritma 2 əsasından 2 də bizə 1 verir. Bu da 1-ə bərabərdir. 5-i də bərabərin digər tərəfinə keçsəm, funksiyanın tərsi loqaritma 2 əsasından x çıxılsın 1 bölünsün 3 üstə gəlinsin 5 şəklində olmuş olur. Yəni, o zaman doğru cavabımız D variantı olur.